Səhər tezdən oyanan kimi qabımı götürdüm, düşdüm xartut ağacının canına. Dedim xartutları yığım, gözəl qabardıqca qabaran bir keks bişirim. Normalda meyvəli keksləri heç sevmirəm. Şirin meyvələr həmişə bişən zaman turş olur. Amma xartut çox ləzzətlidir. Həm də bir o qədər də faydalı. Xartutları təmizlədim və yudum. Getdim öz formamı geyindim və başladım işə. Sizə bir sualım var. Xartut ləkəsini əldən necə aparmaq olar? Mən öz üsulumu deyim, siz də öz üsulunuzu rəylərə yazın. Kal xartutla öz ləkəsini aparmaq mümkündür. Nəysə, gəldik qabardıqca qabaran keksimizə. Reseptini aşağıya açıqlama bölümünə yazacağam. Bu piroqun əsas aromasını limon verir. Limon qabığını və suyundan da istifadə elədim. 4 ədəd yumurta, 1 stəkan şəkər tozu ilə qarışdırın. 1 stəkan duru yağ, 1 stəkan süd, 1 ədəd limon, 1 paket vanil, 1 paket qabartma, hardasa 2 stəkan yarım un əlavə edirik. Üzərinə isə xartutları yığırıq. Qabımızı yağlayırıq. Daha sonra mənim ballı tortdan qalan qırıntılarım vardı, onları əlavə elədim. Bu üsulla heç yapışmır. Öncədən istilmiş 180 dərəcəyə sobada bişirdim. İndi isə gəldik əsas məsələyə. Bu gözəl piroqun yanında bir dənə pürrəngi çay dəmlənməsə məncə günah olar. Özəlliklə də samovar çayını. Bağda öz əkdiyim nanə cövhərlərlə də dəmlədiyim çayım artıq hazırdır. Bu qədər nuş olsun, göz haqqınızı hal edin. Sizə xoş izləmələr. Belə videoların ardın gəlməsi üçün, mənə dəstək olmaq üçün mütləq videonu bəyənib sevdiklərinizlə bölüşməyi unutmayın. Hər rəyiniz mənim üçün bir motivasiyadır. Bunu heç unutmayın. Özünüzə yaxşı baxın, sevgi ilə qalın. Hələlik. Tatlıdır. Eyvallah. Doğrudan nuş olsun. Süper. Gel bir sağ ol. Sağ ol.